Bugünkü avtomobilimiz Kia Forte. Əksəriyyət Kia Hyundai modellərində bu avtomobildə pesi zəifdir, pesin yuduzma gəlib. Deməli, əksəriyyət avtomobillərdə Kia Hyundai modellərində, Karaya maşınlarında. Baxın, pesin turbaları çürükdür. Görürsünüz. Bu pesin turbaların çürülmə səbəbi ustalara demək istəyirəm. Buna yaşıl antifriz tökməyin. Onun üstündə gələndə yaşıl göy antifriz olur, bəli. Amma o antifrizlər alüminiumdan reaksiyaya girmir. O antifrizlər bizim G12'lərdən bərabərdir. Yeni nəsil antifrizlərdir. Üstündə orijinal gələnlər. Buradakı antifrizlər göy antifrizdir. Göy antifrizlər bizdəkilər G11'lərdir. G11'lər yeni nəsil deyil, köhnə avtomobillərə aiddir. Onun üstündə alüminiumla reaksiyaya girir, bütün alüminium sistemin hamısı çürüdür. Vaxtında da dəyişməyəndə, vaxtında dəyişsən çürütməz, amma vaxtında da dəyişməyəndə çürüdür. İndi pesin qoşaq yuyaq, görək pesindən nələr çıxır. Kia'nı başlayaq, yuyaq. Avtomobili qoşmuşuq. Qaqaşca bax. Gör inşallah tutulmuysa, hələ ki gedir gəlmir. Abrakta ver, heç etmir. Yalnız tutuldu. Xırda açmağa çalışırıq, təmiz tutulub sistem. Sistem təmiz tutulub, xırda açmağa çalışırıq. Səsindən gələndəki yildir, yoxa çıxıb, dərman dəyər əlidir.